Peyğəmbər əleyhissalam da Allah Taala'nın göndərdiyi bu mübarək ayədən sonra İslam dinini açıq-aşkar şəkildə təbliğ etməyə başladı. Və təsadüfi deyil ki, o bir gün Əliyə, o zaman çox gənc olan Həzrət Əliyə dedi ki, bir ziyafət hazırla, yaxın qohumları mən ora dəvət edəcəyim. Əli əleyhissalam da bu ziyafəti hazırladı, ərəblərə xas olan tərzdə gözəl bir süfrə açdı və Peyğəmbər əleyhissalam əmlərini bu məclisə dəvət etdi. Yəni, Həmzə əmsini, Abbası, Əbu Talibi və eyni zamanda Əbu Ləhəb əmsini bura dəvət etdi. 4 onun məşhur, Məkkədə məşhur olan əmlərini ora dəvət elədi və çox gözəl onlara ikram elədi, süfrə açdı onlar üçün. Bunlar yeyib doyandan sonra keçdi mətləbə. Yəni, özünə Peyğəmbərlik verilməsi, Allah Taala'nın İslam dinini təbliği barəsində açıq-aşkar şəkildə fəaliyyət göstərməsi barəsində səmadan gələn əmri onlara bildirdi. Bunu eşidən kimi əmlərindən Əbu Ləhəb ayağa durub başladı Peyğəmbər əleyhissalamla mübahisəyə və dedi ki, təbbən ləkə, ar olsun sənə. Və təbbən lihəzəd din, ar olsun bu dinə də, məhv olsun bu din. Bu nədir sən gətirmişsən? Çox qeyzli bir şəkildə Peyğəmbər əleyhissalamla mükalimə elədi və məclisi yarımçıq qoyub çıxıb getdi.